Akademiyasındaki seminarda da zaman. Görmüşəm videoları. Oradan zəhmət olsun. Qardaş sual verdi ki, bıçaqdan müdafiə mümkündürmü, əlindən götürmək olarmı və hər hansı bir xəsarət almadan götürə bilərsinizmi və s. Mən bu barədə Polis Akademiyasında kursantlara da dərs keçəndə ətraflı danışmışam. Elə həmin video 1 milyondan çox baxılır. 1,3 milyon baxılır. Yəqin ki, bu sualdan sonra siz də onu görəcəksiniz. Amma burada da bir daha izah edəcəm. Mənim işim izah eləmək, başa salmaqdır. İstər bıçaq, soyuq silah, istər odlu silah. Bunlar xüsusi təhlükəli kateqoriyalar. Heç bir ağlı başında olan idmançı, peşəkar, hansı ki bu sahə ilə məşğuldur ki, bıçaqdan müdafiə edir, odlu silahdan müdafiə edir ki, onları mən də öyrədirəm və mən də öyrənirəm. Deyə bilməz ki, %100 müdafiə mümkündür. %100 müdafiə mümkün deyil, nəyə görə? Biz əlbəyxada problem deyil. Məsələn, Qabil müəllim bir əlimdən tutdu. Mən fənd işləməsində yumruq gəldi, lap dəydi mənə. Mən orada improvizasiya edib başqa şeyə keçid edə bilirəm. Amma bıçaq mənə dəysə, improvizasiya qabiliyyətim tamamən aşağı düşür. Çünki bıçaq bildiyiniz kimi zarafatı yoxdur və zədələyə bilir və şok vəziyyəti yarada bilir insanda. Ona görə də ölüm riski ilə daha yaxın olursunuz. Profesionallar heç vaxt deyə bilməz ki, milyon faiz mən istənilən bıçaqdan qurtula bilərəm. Heç, mən sizə bir söz deyim. Mən indi özümü də demirəm heç. Tutaq ki, hansısa bir UFC çempionu, hansısa bir MMA-dən olan çempion ki, adətən bunlar dərd olur da ki, vurdu, qırdı, yıxdı, cəmaat təbəsi gəlir. Və həmin şəxslərin belə küçədə adi bir vəziyyətdə döyüldüyü olur. Bıçaqdan yox, sadəcə kimsə küçə adamı döyüb. İndi bu onun pis idmançı olduğuna gətirib çıxarmır. Sadəcə göstərir ki, o küçə şəraitində məşq edir, o yarış üçün məşq edibdir. Və xallarla və yaxud da ki, həmin idmanın fəndləri ilə, qaydalarına qalib gəlir. Bu ayrı bir şeydir. Mən efirdə də bir dəfə bunu dedim ki, qaydasız döyüş deyiləndə belə, MMA-də belə ki, qaydasız döyüş deyirik, orada bir 60-70 dənə qadağa qaydalar var. Küçədə onun heç biri yoxdur. Ona görə qəfəsdə çempion olmaq, bu sözüm biraz partlamışdır efirdə, qoy bir də partlasın. Qəfəsdə çempion olmaq, küçədə çempion olmaq demək deyil. Bunlar fərqli şeydir. Ondan da başqa, digər bir məqamdan da bu məsələyə yaxınlaşıb. Amma bu o demək deyil ki, bıçaqdan %100 müdafiə yoxdursa, biz ona qarşı müdafiə həllərini öyrənməməliyik. Çünki bir situasiya düşünün ki, tək olanda hər şey aydındır, tək insan daha ürəkli olur. Amma yanında yaxınların var, ailədən kimsə var, sevdiyin bir şəxs var və arxanda da divardır, qaçış yoxdur. Və kimsə əlində soyuq silah tutub səni təhdid edir ki, öldürəcəm sənə pulu ver, və yaxud da nəsə elə və s. Mən bilirəmsə ki, %100 öləcəm, yəni pulla bu iş qurtarmayacaq, məni artıq ölümə sürüklüyür. Biri var, təhdid pul istəyir, ala, cəhənnəm. Telefon istəyirsən, buyur, götür, eyb yox. Tək ki, xəta baladan uzaq olaq. Biri var ki, mənə divara dirib ki, öldürəcəm. Və mən artıq gözlərindən başa düşürəm ki, bu məni öldürmək gəlir. Mən milyon faiz əminəm ki, istənilən şəxs, Allah uzarəsin, o vəziyyətə düşsəydi, fikirləşərdi ki, kaş heç olmasa bir dənə fənd bilərdi. Bəlkə şansım olardı. İndi isə əlimi açıb deyirəm ki, kəlmə şəhadət qoy, gedim o bir tərəfə. Amma bilsə, daha ürəkli ola bilər. Və burada bəzən, bəzi dırnaq arası idmançılar da, hansı ki, heç bir şeylə məşğul deyirlər, ortalığa çıxıb mən özünü müdafiə instruktoruyam deyir, mən özünü müdafiə dahisiyəm deyir, yaşına başına baxmır, durur deyir ki, müəllimlər deyir ki, bıçaq gördün, get bıçağın üstünə. Kim deyir bu? Hansı müəllim deyib? Deyim, mən də onu söyleyeyim. Heç bir müəllim deyə bilməz ki, bıçağı gördün, ailən də yanındadır, baxın, indi gör qəhrəmanlıq eləyəcəm, dedir. Onu yəni ki, bilmirəm kimlər, aşpazlar olur da, qəssablar olur da. Amma idmançı, döyüşçü bu söz deməz. Çünki məsuliyyətini dərk edər ki, mən bu sözü deyərəm. Sabah mənim sözümə güvənib, hansısa bir 14 yaşlı, 15 yaşlı, 16 yaşlı uşaq biləklərə gedər bıçağın üstünə, Allah öz ailəsinə həyatını itirər. Digər məsələ də xırda deyim, amma bir dənə də baxaq da, hər zaman bu qursu olub bu fəndlər, hər zaman bu bıçaqdan müdafiə mümkün olmuyor. Odlu silahdan müdafiə olunan olub. Bir neçə il öncə xatırlayırsınızsa,
İranda Azərbaycan səfirliyində bir hadisə olmuşdu. Əməkdaş adamın əlinə kalaşı almışdı. Avtomatı almışdı, xatırlayırsınız. Düzdür, zədələnmişdi, yaralanmışdı, amma sağ qalmışdı və o səfirliyi xilas eləmişdi. Digər xəsarətlərdən qurtarmışdı. Adam avtomatı əldən almışdı. Yəni demək ki, mümkündür. Elə bu yaxınlarda Türkiyədə də bir taksi şoförü belə arxadan çönür, avtomatı əldən alır, polislər gəlir, götürürlər. Bu hamısı reallıqdır. Sadəcə olaraq kim nəyi görmək istəyir, kim nəyin üzərindən öz güya idmanını reklam edir, bunlar önəmlidir. Və bu olmamalıdır. Hamı eyni məram üçün çalışmalıdır, hamı idman üçün, sağlamlıq üçün çalışmalıdır. Ona görə sizin sualınıza gələndə, bəli, peşəkar kimi qısaca demək lazımdır ki, 100% heç nə yoxdur həyatda və eləcə də bıçaq və odlu silahdan müdafiə. Amma bilməyimizdə fayda varmı? Əlbəttə var. Niyə də olmasın? Niyə də olmasın? Evet, çox sağ olun. Siz sağ olun.